qələbə qazandı. Halbuki bu idmançıların zahiri görünüşlərinə baxarkən belə güman etmək olardı ki, Mərurət Hakim qızı Xuraman Yusifovanı zərbələrlə Tatabidən kənara atacaq və onun ümumiyyətlə qələbə haqqında düşünməsinə belə imkan verməyəcək. Amma Xuraman Yusifova zərbələrin qarşısında axıra qədər davam gətirdi. İlk 3 dəqiqə ərzində Qazaxıstan karatekçisi hücumda idi, amma əlavə vaxtı isə Xuraman Yusifova rəqibini təslim olmağa məcbur etdi. İndi finalda da Azərbaycan karatekçisi yenidən eyni üslubda mübarizə aparır. Cəmə komandası verilir, ayrılın, dayanın və döyüş yenidən davam etdirilir. Xuraman Yusifova büdrəyərək yıxılmışdı, təhlükəli işlə baş verməyib, yenidən döyüş davam etdirilir. Azərbaycan karatekçisi həli əsasən əl zərbələrinə üstünlük verir. Nadejda Gershova isə ara bir ayaq fəndlərini də tətbiq edir. Və deməliyəm ki, ayaqla tətbiq olunan fəndlər Nadejda Gershovada tədricən təsirli alınmağa başlayır. Bu da təbiidir, çünki Nadejda Gershova rəqibinə nisbətən uca boydur və o əsasən məsafədə rəqibini saxlaya bilər ayaq zərbələri ilə. Effektiv fəndlər tətbiq edə bilər. Görüş davam etdirilir. Görüş dayandırılır. Nadejda Gershova qaydını pozduğuna görə ona cərimə balı verilir. Əsas vaxtın bitməsinə bir dəqiqədən də az qalıb. Görüş dayandırılır. Hakimlər arasında fikir ayrılığı yaranıb. Bir qədər əvvəl Nadejda Gershovaya cərimə balı verildi. Azərbaycan idmançısı Xuraman Yusifova bu fragmentin təkrarına baxırıq. Yaxın döyüşdə zərbələrini davam etdirirdi və Qırğızistan karatekçisi hakimdən görüşü dayandırmağı xahiş etdi. Görünür, hər hansı müəyyən bir səbəbə görə və yalnız indi hakimlər görüşü dayandırdılar. Mübarizə davam etdirilir. Təhlükəli heç nə baş verməyib və yarışı dayandırmaq üçün də elə bir əsas yoxdur. Hər iki idmançıya şu cərimə balı verilir. Görüş davam etdirilir. Yenə də Xuraman Yusifova hücumdadır. Lakin Nadejda Gershovanın pasif müdafiə olunduğunu söyləmək olmaz. O da açıq mübarizə təklifini qəbul edir və indi ilk zərbələri ilə də fəndlər tətbiq edir, amma bunlar qeydə alınmayıb. Görüşün əsas vaxtı başa çatdı. Tatamiyə döşəkçi atılır. Bu da nəyə görə edilir? Çünki bəzən mübarizə alıda olarkən idmançılar, eləcə də hakimlər vaxtın başa çatdığını duymurlar. Bununla bağlı belə vurulan zərbənin səsini də eşitmirlər və onların diqqətini cəlb etmək, vaxtın bitdiyini başa salmaq üçün Tatamiyə bu qayda ilə bir qədər əvvəl gördüyümüz şəkildə yüngül döşəkçi atılır və yarış dayandırılır. İndi əlavə vaxt təyin olunur.
kontey yoluyla galibi müəyyən etmək mümkün olmadı. Qırğızistan karateçisi rəqibin boğazına zərbə endirmişdi və hakimin köməkçiləri də bu qayda pozuntusuna diqqət yetirdilər. Çuy cərimə balı. Yenə də Qırğızistan karateçisi cərimə edilir. Rəqibin kəmərindən aşağı zərbə indirmək olmaz və bu da yarışın qaydalarıdır. Qurşaqdan aşağı zərbə bu təkcə karate yarışlarında deyil, İranın müxtəlif növləri üzrə yarışlarında da tətbiq olunan qaydadır və indi yenə də Qırğızistan idmançısı bu qaydanı pozduğuna görə budur. Yenə də belə bir cərimə balı elan eləmək olar, amma hakim görüşü dayandırmır və o köməkçilərinin qərarı ilə razılaşdığını bildirir. Görünür, bütün bunlar qalibin elan olunmasına təsirini göstərəcək. Yəni, diz nahiyəsindən bir qədər yuxarı ayaqla zərbə indirmək mümkündür yarışın qaydalarına görə. Belə zərbələrlə rəqibi məğlub eləmək olar. Əlavə vaxtda yenə də qalibi müəyyənləşdirmək mümkün olmadı. Görüş davam etdirilir. Yarışın baş noktası çatır və hakimlərin rəyinə görə kontey yolu ilə Azərbaycan idmançısı Quraman Yusifova dünya çempionatına layiq görülür. Nadejda Yerkova isə gümüş mükafat kazanır. Beləliklə həm qadınlar, həm erkəklər arasında yarışlar Azərbaycan karateçilərinin qələbəsi ilə Quraman Yusifova finalda Nadejda Yerkova'na Qırğızistan idmançısını məğlub etdi. Yerkova ikinci yeri tutdu. Bürüz mükafat Azərbaycan komandasının digər üzvü Könül Nəzərovaya təqdim olunacaq. Tüm komandanın qələbəsidir. Burada mənim adım getsə, öz məsələsidir. Yəni burada başqa bir müəllim olmaq var. Müəllimlərə də təşəkkür edirəm. İlk dəfədir ki, Azərbaycan üçün nə elədim. Qürurdan ağladım həqiqətən. Mən onlara göstərdim ki, Azəri Türkləri daha güclüdür. Və bu minvallı, biz yavaş-yavaş bu minvallı. Əgər qızlarımız belədirsə, oğlanlarımız daha güclüdür. Bu minvallı düşmənlərimizə göstərəcək düşünlərik. Şahlandırmaq üçün Asiya Bokshingar Təşkilatının prezidenti Cənab Qafur Nəsiri, Avropa Bokshingar Təşkilatının prezidenti Şixan Zimilevdi və Beynəlxalq Bokshingar Karate Təşkilatının Azərbaycan Respublikası Bokshingar Kontakt Karate Federasiyasının prezidenti Cənab Təyyib Əzizov.